Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Asan İnnovativ İnkişaf Mərkəzi tərəfindən süni və təbii zəka mövzusunda debat təşkil olunub. Məqsəd sürətlə inkişaf edən süni zəka texnologiyalarının insan yaradıcılığına, düşüncə tərzinə və təbii zəkaya təsiri barədə geniş müzakirələr aparmaqdır. Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev də iştirak edib. Future Bright şirkətinin ölkə üzrə direktoru Könül Əliyevanın moderatorluğu ilə aparılan debatda spikerlər qismində yazıcı Akşin Yenisey, dünya yaddaş çempionu Orxan İbadov və İnnovasiyalar Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Novfəl Əliyev çıxış ediblər. Müzakirələr zamanı süni zəkanın insan fəaliyyətində rolu, onun yaradıcı potensialı, təbii zəkadan fərqləri və gələcəkdə cəmiyyətə təsiri ətrafında fikir mübadiləsi aparılıb. Həm süni, həm də təbii zəka tərəfdarları arqumentlərini elmi faktlar, şəxsi təcrübələr və praktiki nümunələrlə əsaslandırıblar. Qeyd edək ki, Asan İnnovativ İnkişaf Mərkəzi tərəfindən bu formatda daha çox müzakirələrin təşkili planlaşdırılır.